Hər kəsin işi avant olsun. Elə məhz bugün sizə təqdim edəcəyim mənzil də Avant Parkdandır. Necə deyərlər, rahatlığın məkanı. Bu kompleksin daxilində sakinlər üçün möhtəşəm bir şərait yaradılır. Uşaq meydançaları, idman qurğuları, belə deyim, istirahət zonaları, 2 mərtəbəli yeraltı parkingi. Yerləşmə yeri isə düz ictimai telekanalın yanındadır. Gəldik mənzilə. Mənzil zövqlü, keyfiyyətli bir təmirli mənzildir. Həqiqətən də mənzilə daxil oldum və bu mənzildəki olan gözəllik, keyfiyyət, zövq məni özünə heyran etdi. Hörmətli izləyicilər, mənim bu mənzildə ən əsas, belə deyim, xoşuma gələn hissə mənzilin mətbəx hissəsidir. Elə başlayaq mənzilin mətbəxindən. Bir çox evlərin, belə deyim, qonaq otağından geniş olan bu mətbəxi mən sizlərə təqdim edirəm. Yerdə görürsünüz, hörmətli izləyicilər, kermogranitlə bəzədilib. Bu isə İspaniya, belə deyim, brendinə məxsus olan bir kermogranitdir və istipolla təşkil edilib, zövqlü bir mətbəx mebelində yığılıb və onu da qeyd edim ki, hər bir otaqda, hətta mətbəxə qədər holunda belə kondisioner quraşdırılıb. Ümumi sahəsi bu mənzilin 156 kvadrat metri təşkil edib, 16 mərtəbəli binanın 6-cı mərtəbəsində. Bura mənzilin hol hissəsidir. Hol da gördüyünüz kimi kermogranitlə bəzədilib və istipolla təmin edilib. Girişdə belə bir dekorativ güzgü quraşdırılıb, geniş 6 qapılı dolabı və hörmətli izləyicilər, bu hissədə isə belə deyim, çamaşırxana otağı yaradılıb və işıqlandırması isə sensorlandır. Bura isə mənzilin əsas giriş qapısıdır. Davam edirik. İndi isə mən sizə mənzilin qonaq otağını təqdim edəcəm, hörmətli izləyicilər. Geniş, kvadrat şəklində bir qonaq otağıdır. TV-stand üçün yer ayrılıb. Burada isə belə bir qara şüşə, belə deyim, rəf kimi düzəldilib. Davam edirik mənzilin birinci yataq otağı ilə, hörmətli izləyicilər. Bu otaq tam mebellə təmin edilib, qarşısında eyvan hissəsi var və bu otağın özünə məxsus hamam otağı və 6 qapı dolabı. Digər ikinci yataq otağını sizlərə təqdim edirəm, hörmətli izləyicilər. Bu otağın da qarşısında eyvan hissəsi var və istədiyiniz zövqlü, ölçülü bir yataq dəstini rahat bu otağa yerləşdirə bilərsiniz. Həqiqətən də mənzilin təmirinə, dizaynına söz ola bilməz. Gəlirsiniz, bu mənzili alırsınız və bu mənzildə yaşayırsınız. Digər, üçüncü daha doğrusu, yataq otağını sizlərə təqdim edirəm. Bu otağın da qarşısında eyvan hissəsi var. Və digər dördüncü yataq otağını sizlərə təqdim edirəm. Kim istəsə bu otağı iş otağı kimi də istifadə edə bilər və yaxud körpə uşaqlar üçün yataq otağı edə bilər. Və holda yerləşir mənzilin hamam otağı, əlavə sanitar qovşağı. Bir daha söyləyirəm, hörmətli izləyicilər, ümumi sahəsi 156 kvadrat, 16 mərtəbəli binanın 6-cı mərtəbəsi. Bu mənzildə, hətta belə deyim, bu kompleksdə tam ailənizlə rahat şəkildə yaşaya bilərsiniz. Bu mənzil kim üçün maraqlıdırsa, buyurub bizimlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.